Salam, hər vaxtınız xeyir olsun. Səhifə 42-də elektrik cəryanı mövzusunun suallarına baxırıq. Burada bildirir ki, naqildən keçən cəryan ilə burada axan suyun hərəkəti arasındakı hansı oxşarlıq var? Baxaq. Deməli, naqildən keçən cəryan və yaxud borudan axan su. Deməli, naqildən keçən cəryan, daha doğrusu müəyyən hündürlükdən axan su turbini fırladır. Turbin nədir uşaqlar? Baxın, burada bu belə çarxa oxşayan, belə barmaqlara bənzəyən hissədir və su gəlir, onu fırladır. Suyun enerjisi, yəni kinetik enerjisi turbinin kinetik enerjisinə çevrilir. Turbinin kinetik enerjisinə çevrilir. Eyni proses naqildən axan cəryanda da var. Naqildən axan cəreyandakı elektronların kinetik enerjisi işlədicilərə ötürülür. Nə olur? Ötürülür. İşlədici deyəndə, yəni məişətdə istifadə olunan elektrikə taxılan cihazlar. Və bu enerji istilik və işıq enerjisinə çevrilir. Yəni burada nə baş verdi? Müəyyən hündürlükdən axan su turbini fırlatdı və suyun kinetik enerjisi turbinin kinetik enerjisinə çevrildi. Bu suya aid bir nümunədir, yəni suya verilən nümunədir. Naqildən axan cəryandakı elektronların kinetik enerjisi işlədicilərə ötürülür və bu işlədicilərdə həmin enerjini istilik və yaxud işıq enerjisinə çevrilir. Bundan sonra laboratoriya işindən sonra dəftərinizdəki sxem üzərində cəryanın və yük daşıyıcıların hərəkət istiqamətini göstərin. Deməli, burada yazaq. Birincini qeyd edək. Yazırıq. Metal naqildə elektrik cərəyanının istiqaməti sərbəst elektronların hərəkətinin əksi istiqamətində olur. Deyir ki, istiqamətini göstərin. Burada cəryan müsbətdən mənfiyə doğru axacaq bu şəkildə və elektronların hərəkəti isə bu şəkildə olmuş olacaq. İkinci sualda bildirir ki, dövrəyə 2 ampermetr qoşulanda onların göstəricisi arasında fərq yaranar. Fərq yaranmaz. Cəryan şiddətinin düsturu nə idi? I bərabərdir Q bölək T. Çünki vahid zamanda, yəni vahid zaman budur. Cəryandan
Cəryan nə idi? Naqildən keçən yükün miqdarı bərabərdir. Miqdarı bərabərdir. Üçüncü də bildirir ki, dövrəyə 2 ampermetr qoşulduğu halda onların göstəricilərlə tək ampermetr qoşulanda göstəricilər arasında fərq varmı? Bunun səbəbi nədir? Dövrəyə qoşulan ikinci ampermetr cərəyanın qiymətinə təsir etmir. Çünki ampermetr zaten dövrədəki cərəyan şiddətini ölçür. Ölçən bir şey niyə təsir etsin ki? Üstə ikincidə də yazdığımız kimi vahid zamanda naqildən keçən yükün miqdarı bərabərdir. Və aşağıda nə deyir? Cərəyan şiddətinin yüksək olması hansı problemlərə səbəb ola bilər? Burada deməli cərəyan şiddətinin yüksək olması nəyə səbəb ola bilər? Baxaq. Cərəyan şiddətinin yüksək olması, baxın buradakını deyirik. İşlədicilərin sıradan çıxmasına səbəb ola bilər. Bir də insan həyatı üçün təhlükəlidir. Məsələn, 10 milliamper müəyyən qədər təsir eləyəcək, amma 100 milliamper isə qıc olmalara və daha da çox həyata təsir edə bilər. Öyrəndiklərinizi tətbiq. Ampermetrin göstəricisində isə naqilin en kəsiyindən 2 dəqiqədə keçən yükün miqdarı. Baxsaq bura, hər xəttin ölçüsü 0,1-dir. Və burada dayandığı üçün demək ki, göstəricimiz 0,4-dür. Yük bərabərdir I vurulsun T-yə, bu da bərabərdir 0,4. Dəqiqə yazdığı üçün yazıram 2 vurulsun 60 saniyəyə çevirirəm. 0,4 vurulsun 120, bu da edir 48 kulon. Burada bildirir ki, elektronların naqildə hərəkəti təsvir olunmuşdur. Hansı halda elektrik cəryanı yaranar? Deməli, elektrik cəryanı naqildəki elektronların nizamlı hərəkəti nəticəsində yaranır. Baxırsınızsa B variantında biri yuxarı, biri aşağı meylənir, amma B variantında, daha doğrusu A variantında hər biri nizamlı şəkildə hərəkət edir. 3-ə baxsaq, naqilin en kəsiyindən keçən elektrik yükünün miqdarı asılı qrafik verilmişdir. Naqildəki cərəyan şiddətini hesablayın. I bərabərdir Q bölünsün T'dir və 0,5 bölünsün 20. Bu da edir 0,25 amper. Deməli, burada öyrəndiklərinizi təkrar edən hissəsi var. Metallarda elektrik cərəyanı hansı zərrəciklərin hərəkəti nəticəsində yaranır? Baxaq. Deməli, birinci metallarda
elektrik cəryanı, sərbəst elektronların nizamlı hərəkəti nəticəsində yaranır. Bunu yazdıqsa keçək ikinciyə. Deməli, ikincidə bildirir ki, cəryanın yaranması üçün yüklü zərrəciklər necə hərəkət etməlidir? Cəryanın yaranması üçün yüklü zərrəciklər nizamlı hərəkət etməlidir. Etməlidirlər. Sonra bunu da yazdıqsa şagirdlər, keçək üçüncüyə. Üçüncüdə bildirir ki, elektrik yükü və cəryan şiddəti üçün Euler-Venn diaqramına uyğun ifadələri müəyyən edin. Baxaq. Elektrik yükü və cəryan şiddəti üçün uyğun bəndləri Euler-Venn diaqramı. BSD vahidi amperdir, cəryan şiddəti 1 getdi. BSD vahidi kulondur, elektrik yükü 2. Skalyar cəmiyyətdir. Hər ikisi və ampermetrlə ölçülür cəryan şiddəti. Gələk burada görək nə deyir. Bu hissəni silirəm. Əlbəttə ki, yazdığımızı düşünürəm. Şəkildəki kimi dövrə yığılmışdır. Ampermetrin şərt işarəsi hansıdır? Ampermetrin şərt işarəsi 3'dür. Bu halda ampermetr cəryan şiddətini ölçürmü? Ölçmür, çünki fikir versəz bir açarı açıqdır. Yəni dövrə belə olsa, bu şəkildə olsa, artıq ampermetr dövrədəki cəryan şiddətini ölçəcək. Belə diqqətiniz üçün təşəkkürlər. Növbəti səhifədə görüşənədək.